Son işlərimizdən biri sadə modelin üstündə təmir. Artıq təmizlək xidməti gəlib birinci dərin təmizlik işlərini görüb. 3 otaqdan ibarətdir mənzil. Zal, 2 dənə otaq, yataq otağı, 2 dənə hamam, bir dənə də çamaşırxana. Duş kabin hələm yığılacaq, quraşdırılacaq. Maraqlı duş setidir. Yəni fikir verirsiniz. Hansgrohe şirkətinə aiddir, Almanya. Belə açılır. Sən bunu bağlamamış qoya bilmirsən. Məcbursan ki, bağlayasan, sonra bu duşu yerinə qoyasan. Bu formada gizli smetsicilər, gizli unitaz, duş seti. Ceviz, rozetka, включателlər. Döşəmə laminat. Divarlar aboy. Bu zal otağıdır. Bu da çamaşırxanadır. Hal-hazırda artıq əşyalarla yüklənib. Qəşəng belə çamaşırxanadır. Balaca, rahat. Paltar yuyan, bir də quruducu. Burada yerləşir. Bura dəhlizdir. Bura mətbəxdir. Çox kompakt, zövqlü, təmir olunub. İstir mənzil, istir mebel əşyaları, hamısı zövqlü. Burada qabıyandır. Hələm panel gələcək. Biri su filtridir, biri sadə sudur. Teka umuvальникdir. Bura böyük yataq otağıdır. Bura dəhlizdir. Dəhliz yox, üzr istəyirəm. Balkondur. Balkonda belə şkafdır. Hər otaqda kondisionerlər. Bura böyük yataq otağıdır. Hər otaqda isti döşəmə tənzimləyən moduldur. Birbaşa kollektora bağlanıb. Yəni temperaturu özünüz təmizləyə bilərsiniz. Bu uşaq yataq otağıdır bu formada.
Döşəmədə fikir versiniz, heç bir yerdə kəsinti yoxdur. Düzdür, müştəriyə məlumat vermişik ki, riskli işdir. Müştəri öz boynuna götürüb. Çünki qayda qanundan tövsiyə olunur ki, 70 kvadratdan yuxarı, dəqiqdirsə 50 kvadratdan yuxarı birbaşa döşəmə səthi olmamalıdır. Mütləq bir yerdə kəsinti olmalıdır. Genişləmək üçün laminatın. Laminatı da gördüyünüz kimi yolka şəklində vurmuşuq. Bu da ikinci hamamdır. Birinci hamam gümüş stilində idi, belə deyək. Bura əşyaları. Burada gördüyünüz kimi bütün aksesuarlar qızılı. Bu formada. Bütün tinlər 45 dərəcədir. Bütün tinlər 45 dərəcədir. 45'in arası eboksit ara dolgusuyla doldurulub. Burada duş kabini olacaq hələ. Bu formadadır. Aksesuarlar burada Rokadır. İspan brendidir. Gizli unitazda Geberit'tir. Bu formada. Mənzil 3 otaq 100 kvadratdır. Xeyirli olsun müştərimizə deyirik.